Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərə Xıralanda çox gözəl bir yerdə, yəni super bir mənzil çəkib təqdim edirəm. Mənzil hündür mərtəbəli binanın aşağı mərtəbəsindədir, ikinci mərtəbədə yerləşir. Mərtəbəsini dedim tam dəqiq olaraq sizə. 108 kvadrat metr sahəsi olan qanuni 3 otaqlı əla bir proyektdir. Yarı yer çəkən bir mənzildir dəyərli izləyicilər. Təminə yüksək keyfiyyətli materiallardan istifadə edilmişdir. Mənzilin sizə təqdim etdiyi qonaq otağı zalı döşəməsini görürsünüz, belə bir gözəl möhtəşəm döşəmədir. Mənzilin belə bir gözəl qonaq otağı zalı TV stand var, qapılar baget qapılardır. Mənzilin eyvanı vardır. Eyvandan keçid mənzilin həm mətbəxindən, həm də qonaq otağı zalındandır. Dəhlizdən təqdimatı apardıq. Qanuni proyektdir. Otaqlara giriş hamısı dəhlizdendir dəyərli izləyicilər. Bura mənzilin giriş qapısıdır. Metlaq qranitli hissələrin hamısı isti poldur, nəzərinizə çatdıraq. Sol tərəfə girişdən gəldikdə sanitar qovşaqlardan biridir. Sanitar qovşaqlardan ikincisini sizə təqdim edirik. Bura mənzildə sanitar qovşaqlardan ikincisidir dəyərli izləyicilər. Və mənzildə belə bir gözəl qardırobu vardır, camaşırxana kimi istifadə edə bilərsiniz. Qapılar çox keyfiyyətlidir. Yəni görürsünüz, rozet açarlar, kilitlər və baget qapılardır. Mənzilin sizə təqdim edir yataq otaqlarından birini. Bura mənzildə bir yataq otağıdır. Belə bir gözəl yataq otağı var dəyərli izləyicilər. Çılçırağı, pərdələri, sanitar qovşağının aksesuarları, mətbəx mebeli ilə tərcih olunmuşdur. İkinci bir yataq otağıdır. Bu da mənzildə görürsünüz, belə bir gözəl təmiri vardır. Mənzildə qonaq otağı zalı təqdim etdik, mətbəxi təqdim edirik. Bura mənzilin mətbəxidir. Mətbəx mebeli yığılmışdır, qurulu şəkildədir. Belə bir vakuum qapaqlarla yığılmışdır. Eyvana keçid həmçinin qeyd etdiyim kimi buradandır. Qiymət açıqlama bölməsində elan ediləcəkdir. Haçar vardır. Gün istənilən vaxt real alıcı müraciət edə bilər. Sənəd çıxarış qutçadır. Dəyərli izləyicilər, əgər satlıq əmlakınız varsa, mənzil alıb satmaq istəyirsə, bizə müraciət edin, izləməyə davam edin. Çox sağ olun.